Salam hörmətli izləyicilər, axşamınız xeyirli olsun. Yağış arzulamışdıq, qar yağır. Tək-tək qar atdı, kəsdi. Buludlar dağa tərəf gedir. Orada görsənən zirvə təpənin arxasınca Əlincə qayası, Əlincə dağı. Artıq inəkləri buraxmaq olar evə tərəf geçsinlər. Saat 5, saat yarımada geçsinlər. Havamsız da pisdir. Heç otlamırlar. 14-6-sında apardım aşağı. 20 dənəsi yaxşı yerdə otlayırlar. Bu bir inəklərin elə gözü orada buradadır. İstəyirlər ki, boşlayaq qaçsınlar. Üç dənəsi yuxarı məhəllənin sürüsündən, axırından qaçıb 40 onların 27 bizim 67'dir. 64 dənə qalmaq olan da yoxdur. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18, 20, 22, 23, 24, 26, 28, 30, 32, 33. Yumurtlamadı falasını da işte. Hani bu bizim mallar. Əsas 2 dənə erkək mal var. Onları ayırsan qoşulub mala gedərlər. Erkək inəklər özləri ayrılacaq. Deyirəm. Bəli. Ha? Hani o? Pitondur. Yatağandır. Səsi gəlirsə gələk öldürək. Bu il köynəyin çıxadanmaz hələ soyuqdur hava. Bəlkə də çıxadıb yudurdacağı dəyişəklik geyir. Əhval o qədər də yaxşı deyil, bari biraz əhvalımızı yaxşılaşdırmaq üçün zarafatlaşaq. Dondum, baxdımdan da hər gün yaxşı hava olurdu bugün. Külək bir yandan, yağış bir yandan, indi hava sakitlədir. Bıraxmayaq geçsin. Onsuz da burada otlamırlar, o yan bu yandan otludur. Sən özünçüləri tanıyırsan. 7 dənəsi qalır da. 20 dənəsi ayrılıb bizimki. 2 dənə erkək danadır, onları da tanıyıram. Bizimki nə? 2 dənə də erkək, 6 olduğunda. Danağı tanıyırsan da 2 dənə də qabaqda əkək inək getdi. Bayaq qarşımışlar şalba seçməsini, onları da tanıyıram. Deyəsən Elçin geyindi, bugün ötürübdür. Oh. Tezdən saat 8'in yarısından yeyirlər. Bir ağız bir qarnı doyurmuş. Ot da yox, demal neynəsin ki? Yine ağzını ota atanda bir dəstə tutub çəkməlidir, dilinə ilişdirməlidir, dilinə yapışmır. Ağızlarını yerə sürtməkdən dişləri kört olub. Oh! Yuxarı məhəllənin inəkləri bizimkindən sazdır. Yaxşı baxırlar. Bizim məhəllədəki inəklərin hamısı çəlimsiz. Qış boyu verdikləri otara gedib. 2 dənə bizim inək yaxşıdır, nəzərləməyim. Çünki yaxşı baxmışıq, gündə 3 öynü. Ot, bəlkə 300 kilogram boranı doğrayıb vermişik. Suyu vaxtında ancaq qüvvətli yem verməmişik. Kəpək də onunla bağlaşıb. Əvvəl 6 manat 50 qəpiyə gətirib təklif edirdilər, indi 8 manat 80 qəpiyə. Kəpəyin də nə tərkibi var ki? Qabıqdır da. Özü acı qabıq. Yaxşı olsaydı üydü fırardılar ona da. Ha! Deyəsən 10 dənə video çəkib paylaşmış. Bunu da normal video uzunluğunda çəkirəm 10 dəqiqə. Akşam evde Wi-Fi ile paylaşacağım. Onsuz internet de yoktu.
Yaxşı ki, bu aləti icad ediblər bugün. Vaxtımızın bir hissəsini səmərəli keçirdik. Oh! Bəlkə ilan buradadır. Ha, nə yoğunluqda ilan olmuş. Buradaydı ilan. Daşlığa kolun dibində yoğun bir deşik var. Geniş. Üstləşi daşın. Ha, ilan buradaymış, girib çıxmağa yeri var. O da içərdə. Şşş! Nəsə ilan oxşar bir şey görürəm. Başlı da bizi tərəfə baxır, nədir? Ya daşda elə ilan kimi görsənir. Belə soyuq havada niyə çıxsın ki? Məcbur deyil, onda mal növbəsi deyil ki. Bunu nə belə didib tökür? Atlar elə bilir ancaq. Say düz gəlmir. Hamısı 67 olmalıydı. 3 tanesi getdi, onu gördüm. 2'si əvvəl, bir də sonra qaçdı. Heç ona satanmadım. Yolağadan biri geçti. Ha? Sana problem olmayacaq. Mənim videolarıma baxacaqlar, deyəcəklər, mal otarmamışsın. Yesirimiz çıxdı da bugün. 50 kilometr qaçmışıq ora-bura. Səs biraz çallaşıb, tutulmuyub. İndi hiss eləmirəm. Hələ əzəllər istidir, gecə yatıb, səhər bilmirəm, duracam, duranmayacam. Keçən dəfə su dalınca gələndə də deyirdim, duranmayacam, ancaq səhərci at kimi çapdım. Görək bugün necə olacaq. Ən əsası ikinci dıxaniyə açılıb. Belimdə də 7-8 kilo yükünə dağa daşa dırmaşa bilərəm. Ola bilsin ki, o qabaqda gezən inəklər bizim məhəlləninki olsun. 4-cü mal kələdir. Bir dənə də erkək dana var. Bizim mallar burası çox gəlib gedib. Yuxarı məhəllənin örüşü deyil əslində bura. Dağda ot yoxdur, bu tərəfə gəlir. Yenə külək başladı. Yüzümüzə ağ gün doğmadı bugün. Səhər-səhər kim çıxdı qarşımıza? Batil inanclardan istifadə edək. Əvvəl çaşıra gedəndə qabağımıza yaxşı, ayağı uğurlu adam çıxsa, gedirdik çaşıra. Çıxmayanda deyirdik, qaydaq bir də gələk, uğurlu adam çıxsın. Bəlkə də elə ən uğursuz bizik ki, gedəndə bir şey tapa bilmirdik. Bu dərədə yox, nə su var, nə mal var. Bir dənəsi də o da üstdən gedir, gördün? Bir də bayaq gedirdi. 2, ikisi əvvəl 4. 2, 2, 4 ödər. Zənciriyək deyək, bateriyaları qoysunlar, zaryətkiyə gecə-gələ yaxtaraq da. Balası olan mal qalmaz çöldə. Ancaq subay sağlıq, balası olmayanlar da var axırın içində. Bu il kəfşəndə su yoxdur, bəzi adamlar hələ ötürməyib mallarını. Ötürsəydilər, məhəllədə 27 nə olmazdı olardı, maksimum 2-15. Az mallar rahat oturmaq olur. Bir dənə çəngəl buynuz inək var. Arıqda silotka, skelet. Ancaq nə qədər qaçıram, onu çata bilmirəm. Harada yaxşı ot var, ora gedir. Yediyi də hara gedir, yerlər aparır. Nə zamanda var, nə yer, nə söz var. Bəlkə TV kəndində olanlar bu yolu xatırlayarlar. Naxış başının yoludur, ot biçimi vaxtı. Eşəkləri yürüyüb düzərdilər arda-arda. Biri gedirdi, beşi gəlirdi.
Dərə keçəndən sonra bir daş vardı. Orada gərək qoruyardı. Pəlləməzdi. Yuxarıda da sərt bir yoxuş. Çıxıb təzələn yenişə getməliydi. Mənə sürdüyüm inəklər aşağıdaydı 20 dənə. Yoxdular, qaldılar dərədə, yoxsa təpəni açdılar. Gedib qarşı təpədən baxacam. Əgər dərədə olsalar gözləyəcəm. Özləri də gələ bilər, buraxmaq olmaz. Axşam tərəfidir. Canavarlar çox olur burada. Damanı yapışar. Boğazından saxlayar, inəklər gedəndən sonra boğar. Ey dəvə yol, düşdüm daha belindən. Ovsar cığır, sıxdın daha əlimdən. Balam çiçək, bir də öpüm telindən. Salamat qal, salamat. Qayaların susaqlayan çalası, qayalarda yeni cığır salası. Salamat qal, qayaların çalası, salamat qal, salamat. Məmməd Araz eşitsəydi bu şeiri. Ürəyi partlayardı, deyəsən. Qol qaburğasını sındırasın da dedim. Bir fərziyə var ki, Məmməd Araz bu şeiri dəvə boynuna gedəndə eşşək meydanı var, Saqqarsuyda. Orada soruşub bu qayanın adı nədir, ondan sonra yazıb gedəndə. İndi siz də salamat qalın, mən sağ, siz salamat. Bir gün axıra gəlib, bir gündə mal axtarmaq var. Salamat qal, ilanmızaq. Əlincə dağın zirvəsi artıq görsənməli, deməli. Təpə ondan hündürdür, qarşını kəsir.